güclü siniflərdən idi. Yəni məktəbimiz güclü məktəb idi. Əlaçılarımız da var idi. Hacı da ki, mesela imtahanlara hazırlaşırdıq. Hacı bütün biletləri əzbər bilirdi. Hətta hansı biletdə nə suallar var, onları da əzbərdən bilirdi. Bir dəfə bizim biologiyadan imtahanımız idi. Bizdə qalstıksız, o vaxtda pioner qalstıkı var idi. Qalstıksız getmişdik. O biraz, yəni məktəbə heç elə qalstıksız buraxmırlar. Biz getmişdik, müəllimə də çıxdı, gördü, biraz acıqlandı bizə ki, niyə qalstıksız imtahana gəlmişsiniz? Bir-birimizi alıb taxırdıq da qalstıkı. Sonra hacı gəldi, imtahana girdi, çəkdi bileti, birinci bilet. Dedi ki, mən hazırlaşmam da, hazıram, elə belə. Çünki bileti çəkib oturub hazırlaşırdılar, sonra çıxıb danışırdıq da. Dedi ki, bəs mən hazırlaşmıram, mən elə danışa bilərəm. Müəllimə də danış, bu danışdı birinci bileti, birinci sualı, ikinci sualı, üçüncü sualı. Müəllimə də ki, kaş elə bütün biletləri, çünki birinci bileti hamı, yəni birincidən ki başlaydı, hamı bilirdi. Müəllimə dedi ki, kaş bütün biletləri belə əzbər bilərdiniz. O da dedi ki, hə, mən elə bütün biletləri bilirəm. Onda müəllimə dedi ki, onda axırıncı bileti danış. Axırıncı bileti də o dayanmadan ayaq üstə başladı birinci sualı, başladı danışmağa, ikinci sualı, üçüncü sualı. Müəllimə də durdu, qucaqda öpdü onu. Sonra məndən soruşdu ki, bəs dalğucu kim gələcək? Elə aşağı siniflərdə idi. Dedim, böyük bacım gələcək, dalmışsa. Dedi ki, sən get, Şahin qalır mənimlə. Dedi, get onu çağır bura. Çağırdım. Dedi, valideynimizə Rusça dedi ki, spasibo za takovo rебенка. Yəni, çox sağ ol ki, bu cür uşaq böyüdü bilər.